Yeddinci məsələ. Əvəz, mükafat mənzərəsi. Sən günahı Allah qorxusundan, onun razılığını qazanmaq, imanını qorumaq və Rəbbinin Subhanahu və Teala'nın lütfüne nail olmaq üçün tərk etdikdə, imanının bir parçası olan bu tərk etməyə görə Allah sənə qəlb ləzzəti, dinclik, xoşbəxtlik, göz aydınlığı və həyatında bərəkət olaraq nə qədər böyük əvəzlər verəcəkdir. Həmçinin digər xeyir növlərindən də. Kim Allah üçün bir şeyi tərk edərsə, Allah ona ondan daha xeyirlisini əvəz olaraq verər. Əgər nəfsi insana günah işləməyi vəsvəsə edərsə, o, Allahın öz mömin quluna bəxş edəcəyi dünya və axirət xeyirlərini, günahı tərk etməyin əvəzini qazanmaq üçün nəfsinin onu çağırdığı bu işi tərk etməli olduğunu özünə xatırlatsın. O mömin qul ki, Rəbbinin qorxusundan, onun savabına olan ümidindən və uca Allahın vəd etdiklərinə nail olmaq arzusu ilə günahı tərk etmişdi. Günahı tərk etməyin özü bir itayət və Allaha yaxınlıqdır. Həmçinin vasitəsilə Allah Subhanahu və Teala'ya yaxınlaşdığın imanının bir parçasıdır. Bu mənaya dəlalət edən bir çox dəlillər vardır. Onlardan biri də Əbu Hureyrənin, Allah ondan razı olsun, yuxarıda keçən hədisidir. Zina edən kəs, zina etdiyi an mömin olduğu halda zina etməz.